2022-ci il iyulun 1-dən Azərbaycanda əlillik və buna görə müavinət ayrılması orqanizmin funksiyasının pozulması faizi əsasında müəyyənləşəcək. Meyarlar 10-30% arası olarsa əlillik təyin olunmur. 31-60% olarsa indiki 3-cü dərəcəyə, 61-80% olarsa indiki 2-ci dərəcəyə, 81-100% olarsa indiki 1-ci dərəcəyə uyğundur. Bu qaydalarla əlillik meyarları necə müəyyənləşəcək? Ayağın baldır səviyyəsində amputasiyası. Ayaq protezləşməyə yetərlidirsə 50%, protezləşməyə yetərli deyilsə 60% hesab olunur. Bu, hər iki halda indiki 3-cü dərəcəyə uyğundur, amma faiz fərqinə görə aylıq müavinətin məbləğində fərq olacaq. Orqanizmin funksiyasının pozulması faizləri. Bir ayaq digərindən 4 sm qısadırsa 40%, 7 sm-dən çox qısadırsa 50% sayılır. Hər iki əldə baş barmaq yoxdursa 40%, bir əldə 5 barmaq yoxdursa 50% sayılır. İnsan gəlir, baxırıq, iki əlin içində baş barmaq yoxdur. Buna da 3-cü dərəcə veririk. Eyni zamanda baş barmağın biri yoxdur, başqa da 3 barmaq yoxdur. Buna da 3-cü dərəcə veririk. Bir əldə bütün 5 barmağın olmamasına buna da 3-cü dərəcə veririk. Və vətəndaş gəlmə alışməndə 2 barmaq yoxdur. Mənə də 3 versən, məsələn, o birisində 5 barmaq yoxdur, ona da 3 versən. Və bu o nöqteyi nəzərdən biraz nisbətən ədalətli yanaşmanı istisna edən hal idi. Amma yeni meyarlarda onlara faizlə fərqli faiz yanaşacaq. Gözün birinin itiliyi 0, 0,5 aralığında, digər gözün görmə dərəcəsi 30% olarsa 50%, bir gözün itiliyi 0, 0,5 aralığında, digər gözün görmə qabiliyyəti 20-30% aralığındadırsa 60%, bir gözün itiliyi 0, 0,5 aralığında, digər gözün görmə qabiliyyəti 10-20% olarsa 70% hesablanır. Bir qolun amputasiyası. Qol protezləşməyə yetərli deyilsə 70% sayılır. Biləyin amputasiyası 50% sayılır. Gözlə görünə bilməyən problemlərlə bağlı əlillik dərəcələri. Həzm sistemi ilə bağlı faizlər müəyyənləşdirilərkən bunlar nəzərə alınır. İllik stasionar müalicə sayı, xəstəliyin ağırlığı. Xroniki böyrək çatışmazlığı. 3-cü mərhələdə 81-90% aralığı, 4-cü mərhələdə 91-100% aralığı sayılır. Yüngül dərəcədə əqli gerilik 10-30% olarsa əlillik təyin olunmur. Dərin dərəcəli əqli gerilik 91-100% olarsa indiki 1-ci dərəcəyə uyğun əlillik təyin olunur. Yeni qanun qüvvəyə minəndən sonra əlillik orqanizmin funksiyasının pozulması faizinə əsasən müəyyənləşdiriləcək. Köhnə əlilliyi olan şəxslərin əlillik yeni faizə keçiriləcək. Tabii ki, onun hansı formada baş tutacağı ilə bağlı çeşitli müzakirələr mövcuddur. Biz onu çalışırıq ki, vətəndaşın xeyrinə olan mümkün ən yaxşı variantı seçək və tətbiq edək. Həmin vaxtacan müavinətlərin məbləğinə yenidən baxılması gözlənir.